Herkese salam xanımlar, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? İnşallah hər biriniz yaxşı olarsınız. Bu vlogda qısa da olsa sizin üçün bayram hazırlıqlarımızdan çəkib sizinlə bölüşmək istədim. Biz bayram şirniyyatlarımızın hamısını bir gün içərisində hazırladıq. Şəkərbura, paxlava, qoğal bunları hazırladıq. İlk olaraq qaynanam qoğal xəmiri yoğurmaqla işə başlayır. Biz imsakdan sonra yatmadıq. Öncəliklə qaynanam xəmir yoğurdu. Daha sonra mən keçdim o bir işləri etməyə. Paxlavanın, şəkərburanın içliyini çəkdim. Bu formada hazır qoydum. Sizlər necəsiz xanımlar? Bayram hazırlıqları necə gedir? Siz bişirməyi sevirsiniz, yoxsa hazır almağı? Düzdür, hazır almaq daha rahat olsa da, bu formada evdə bişirməyin havası daha başqa olur. Çünki qohumlarla bir yerdə birləşirsən, yeyib gülə-gülə bayram hazırlığı edirsən. Həqiqətən o zaman bayram abu-havası evdə hiss olunur. Bizdə yoldaşımın xalası qızı gəlmişdi köməyə, onun üçün də həm də bişirirdik və əmmimizin yoldaşı da bizə yaxın olduğu üçün sağ olsun o da gəlmişdi köməyə. Bu formada deyib gülə-gülə bir gün içərisində bütün şirniyyatlarımızı bişirdik. İndi isə mən söhbətimi dayandırım, siz isə vlog izləməyə davam edin. Burada isə sizə yumurtaları necə boyayıram onu göstərmək istədim. Düzdür, bunu Şuts videosunda bölüşmüşdüm, həm də Sirli Mətbəx adlı yemək kanalımda necə hazırladığımı ətraflı formada sizinlə bölüşmüşəm. Amma istədim ki, izləməyənlər üçün vloguma da əlavə edim. Mən bu formada ilokusu düzəldib Oksus əlavə edirəm və çiğ formada olan yumurtaları burada biraz gözlətdikdən sonra boyanmış formada çıxardıram. Üzəri daha parıltılı və gözəl görünməsi, üzərinə biraz bitki yağı çəkirəm. Siz yumurtaları necə boyamağı sevirsiniz? Mən bu formada daha çox sevirəm. Həm rəngarəng görünür, həm süfrədə gözəl görünür.
Burada isə sizə çərşənbədə hazırladığım tonqal formasında olan salatımı göstərmək istəyirəm. Reseptini Sirli Mətbəx kanalımda da, Shorts videomda da paylaşmışam. O kanalıma da abunə olsanız, asan və maraqlı reseptlərdən siz də yararlana bilərsiniz. Burada isə qızıma 2 ədəd balaca xonca hazırlamışam. Bunları bağça tədbirinə aparacaqdı. Birini suvenirlərdən hazırladım. Digərini isə qoz, fındıq, yumurta, hərəsindən bir ədəd şəkər bura paxlava qoyaraq bu formada hazırladım. Bu isə mənim balaca qızım hazırlaşıb bağça tədbirinə gedirdi. Çox sevincli idi, çox həyəcanlı idi ki, bayram qeyd edəcəklər. Allah hər kəsin balasını saxlasın, bizimkilər də onun içində. Burada isə qaynanamın Temudan etdiyi kiçik alış-verişi sizinlə bölüşmək istədim. Dedim, bəlkə sizin üçün də faydalı olar. Bu formada hicabların üzərindən keçirilə biləcək papaqlardır. Bu hicablı xanımlar üçün çox rahat və çox əlverişlidir. Hazır formada taxırsınız. Çox gözəl və maraqlı görünür. Bu sarıçkanı isə qaynatam üçün almışdı. Bu uşaq geyimlərini isə birini oğluma, digərlərini isə qohum uşaqlarına hədiyyə olaraq almışdı. Hər biri çox keyfiyyətli və münasib qiymətə idi. Artıq bu vlogun da sonuna yaxınlaşırıq. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər abunə olmadan izləyirsinizsə, zəhmət olmasa abunə ol düyməsini sıxın və zəng işarəsini aktivləşdirin ki, vlog paylaşanda sizə ilk öncə xəbərdarlıq gəlsin. Gələn vloqlarda görüşənədək hələlik.